Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsinə Roma Papası 2. İohan Pavilin Azərbaycana pastorol səfərinin 20 illiyi qeyd olunub. Mərasimdə ölkəmizdəki dini azlıqların nümayəndələri ilə birgə xarici ölkələrin diplomatları da iştirak ediblər. Tədbirdə 2. İohanın Bakıya səfəri ilə bağlı videoçarx nümayiş olunub. Bildirilib ki, Roma Papasının o dövrdəki səfəri böyük diqqət və marağa səbəb olub. Bu səfərdən sonra Ulu Öndər Ümumilli lider Heydər Əliyev Müqəddəs Məryəm Katolik Kilsəsinin tikintisi üçün torpaq sahəsi ayrılmasını tapşırıb. Qeyd edək ki, Roma Papası 2. İohan Pavel 2002-ci ilin 22-23 may tarixlərində Ümumilli lider Heydər Əliyevin dəvəti ilə Azərbaycanda səfərdə olub. Здесь kulturnym proqramı, na которой участвовали. Burada çoxsaylı dövlətlərin diplomatları iştirak edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən də qonağımız var. Mərasimə gəlincə 2. İohan Pavelin fikirlərindən ibarət kitabdan vacib məqamları səsləndirdik. Kitabın adı 2. İohan Pavelin hikmətlərinin inciləridir. Bu kitab Azərbaycan dilində də nəşr olunub.